Mənim üçün ən ideal pizza reseptini sizinlə paylaşıram. Bugünə kimi çox reseptlər sınadım, amma buna çatan olmaz. 1 kiloqram un, 1 çay qaşığı duz, 1 çay qaşığı pisok, 1 çay qaşığı droş, 3 xörək qaşığı yağ. Su ilə yumuşaq xəmir yoğururam. Üstünü örtüb dincəldirəm. Çünki bütün yük onun çiynində olacaq. Bir sirlə də paylaşım. Onun əvəzinə mannadan istifadə etdim. Bu da xırt-xırt kənarlar üçün. Xəmiri 2 hissəyə ayırıb yayıram. Qızım da gəldi, əllərini yuyub şef aşpazlığa başladı. Mayonez tomat qatdı. Professionallığını rəqs edərək göstərdi. Qızlar evdə olan hər şeydən qatıb dükana getmədən. Qızım yatmışkən istədim uşaqlar üçün tez basar nəsə hazırlayım. Qabıqdan soyulmuş pomidoru doğrayıram, bibər, kolbasa əlavə edirik. Qızım da xəmirlə özünü səhv saldı. Pizzaya düzməkdənsə özü başladı yeməyə. Dəndədən keçirilmiş pendir. Əslində pendir 2 cür olsaydı daha əla olardı. Pizzada mozzarella pendiri mütləqdir. Bizdə qurtarmışdı. Qoydum bişməyə, alt hissədə 160 dərəcədə. 10 dəqiqə hazır oldu. İçi yumşaq, üzəri xırt-xırtlı. Əsasda uşaqlar bəyəndi. İnanın, iştahı olmayan oğlum hətta 2 dilim yedi. Qızım da o vaxtdan yuxulandırdı. Saçı başı da dağılıb və siz də sınayın. Rəylərdə mənimlə bölüşün. Və siz hansı reseptlə bişirirsiniz?